Transpoz əmri haqqında danışacağıq. Transpoz cədvəlin sətirlərini sütunlara, sütunlarını isə sətirlərə çevirir. Yəni cədvəlin istiqamətini dəyişir. Gördüyünüz kimi bizdə satış məlumatlarımız var və fərqlilik var. Çünki aylar sütunlarda yerləşir. Normalda isə bizdə ay sütun adının altında hər bir ay olmalı və qarşısında telefon və laptop qiymətləri olmalıdır. Kiçik datasetlərdə əslində problem olmur, amma böyük datasetlərdə hər ay ayrıca sütun kimi getdikdə analiz etmək çətinləşə bilər. Məsələn, qrafik yaratmaqda və ya aylar üzrə müqayisə etdikdə ayların alt-alta olması daha rahat olur. İndi biz bu datanı Power Query-yə yükləməliyik. Bunu data source kimi Excel-də yükləyə bilərik və ya bu hissəni seçib Ctrl+C edirik. Power Query-yə daxil olub Enter datada Ctrl+V bassaq, həmin data bu hissəyə yüklənir və bunu da edirik ki, sütun adları düzəlsin. Bu hissədən isə table ad verə bilərik. Məsələn, transpose yazıram və yükləyirəm. Və gördüyünüz kimi data Power Query-yə yükləndi. Daha sonra fərqini müqayisə etmək üçün mən dublikatını çıxardacağam. İndi isə transpose əmrini icra edək. Transpose əmri Power Query-də Transform tabında Table bölməsində yerləşir. Qarşısındakı şəkildə də göründüyü kimi sətri sütuna, sütunu isə sətrə çevirir. İndi isə əmri icra edək. Və az öncə dediyimiz kimi ay sütun adının altında hər bir ay sıralandı və qarşısında telefon və laptop qiymətləri görünür. Transpose əmrindən əvvəl aylar sütun üzrə görünürdü, gördüyünüz kimi. Transpose əmrini icra etdikdən sonra isə aylar sətri üzrə göründü. Bu şəkildə. Və bu hissədə biz Use first row as headers istifadə edərək birinci sətrimizi sütun adı kimi təyin edirik və bu şəkildə data daha rahat görünür, seçilir. Deməli, transpose əsasən məlumatın strukturunu dəyişmək üçün istifadə olunur. Əgər məlumatlarımız sətirlərdə yox, sütunlarda yerləşirsə və onu alt-alta formata gətirmək istəyiriksə, transpose funksiyasından istifadə edirik.